Əziz tamaşaçılar, bugünkü verilişimizin qonağı Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, eyni zamanda Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidinin imamı Hacı Soltan Əlizadədir. Xoş gördük Hacı, salamlayırıq sizi. Selamun Aleyküm, mən də salamlayırım. Hacı, bugünkü proqramımız Qurban Bayramı ərəfəsinə düşüb. Bu günlərdə bütün dünya müsəlmanları, o cümlədən Azərbaycan xalqı sevgi ilə, coşqu ilə, böyük hisslərlə, ali əxlaqi dəyərlərlə bu bayramı qeyd edir, bu bayram haqqında düşünür, yaşadır. Əlbəttə ki, Qurban Bayramı qeyd etdiyimiz kimi İslam dində iki böyük bayramdan biri hesab edilir. Bu bayramın həm mənəvi, həm fəlsəfi, həm əxlaqi cəhətləri çox böyükdür, məzmunludur, dərindir. Amma mən istərdim ilk əvvəl Hacı Qurban Bayramının tarixinə qısa olaraq toxunaq. Bu bayram necə oldu, təşəkkül tapdı? İslam mənbələrində bu haqda hansı qeydlər var? Bu haqda məlumat verərdiniz. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Mən də salamlayıram. Ümumiyyətlə, İslam dinində iki dənə mühüm dəyər var. Biri qüvvətdir, biri də ədalətdir. Bizim dinimiz 5 dənə şərt üzrə qələbə çalıb və yüksəklərə ucalıb, ən ali ucalıb. Bu 5 şərtdən biri də qüvvətdir. Qüvvət də biz bildiyimiz kimi atifədir, maillikdir, simpatiyadır. O 5 şərt üzrədir. Birincisi budur ki, şərti Peyğəmbər Əsələm buyurub ki, Əl-xəlqu iyalillah. Cəmiyyət Allahın ailəsidir. Bizim dinimiz bizə cəmiyyətdə möminləri bir-birinə qardaş eləyib. İnnəməl müminunə ixvə. Möminlər bir-birinə qardaşdırlar və öz doğma qardaşva ürəyin gəlib deyə bilmədiyi gün sözü, deyil qardaşva rahat deyirsən. Qardaş eləyib müsəlmanlar bir-birinə. Üçüncü budur ki, insanları Allaha mənsub eləyib. Allah dinimizdə, Quranımızda insanlar Allaha mənsub edib. Qiyamət günü Peyğəmbərdən rivayət var. Allah Teala bəndəsinə hesab çəkəndə narahatsızlıq edəcək Allah ona. Deyəcək ki, mən xəstələnmişdim. Nə üçün gəlib mənə başa çıxmadı? Bəndə də qalacaq mətəl bir sözə. Bir mömini gedib, xəstə mömini gedib başa çıxmağın mənası odur ki, Allaha başa çıxmırsan, Allaha ziyarət. Gör insan faktoruna necə dəyər verilir bu şərtlərdə. Biri də budur ki, İrhəm turhəm, belə söz deyir. Rəhm eləyin, rəhm olunsun sizə. O da mühümdür bizim dinimizdə. Rəhm edin ki, rəhm olunursunuz. Deməli, hətta bu Qurban Bayramı da elə bu mövzuya aiddir. Yəni ki, Allah Teala Həzrəti İbrahim öz nəzrini, öz əhdini yerinə yetirməkdən ötürü qurbangaha bildiyimiz kimi, indi onun da Saffat surasında keçir 101-ci ayəsində, 112, 113 ayələrdə keçir bu. Yəni, bu da bir yuxudur. Yəni, yuxuda ona qurban kəsmək deyilir, amma onun öz əhdi də var idi, yadına düşür ki, İbrahim əleyhissalam ki, nəzr eləmişdi. İki yerə bölünür. Röya-i rəhmani, röya-i şeytani. Peyğəmbərlərin gördüyü yuxu düz olur. Bəli. Yəni onlara, məsələn, Həzrəti Yusuf Peyğəmbərə yuxu yozumu verilməmişdi. Yuxunu yozurlar qeyri-peyğəmbər olan adamlar. Amma Peyğəmbərə yuxunun həqiqətini deyirdi o, yozumunu demirdi. Bu nöqtəyə nəzərdən onun yuxusu da bir həqiqət idi. Və İbrahim əleyhissalam əhdinə vəfa elədi, bir. Oğlu da imtihandan yaxşı çıxdı. Gör nə qədər dedi ki, İsmail də dedi ki, orada bir cavanın, 13 yaşında bir cavanın ağlı, əqli, etiqad, ümumiyyətlə 3 dənə qəhrəman var bu qurbanlıqda. Birinci qəhrəman Tohidin qəhrəmanıdır, yəni ki, Həzrəti İbrahim əleyhissalamdır. İkincisi Hacərdir, üçüncü də İsmail. Bu qurbanlığın 3 dənə qəhrəmanı vardı. Çünki İbrahim əleyhissalam öz əhdində mükəmməl dayandı.
Sonra oğlu məlumat verəndə, oğluna məlumat verəndə, oğlu dedi ki, mən səbr eləyənlərdən bilərsən, Allahın əmrini icra eləyinlər. Amma ataya məsləhət verdi. Dedi ki, ay ata, amma səndən mənim də xahişim var, bu işə əncam verirsin. Görmək da ağıllı idi, dərrakəli idi, təfəkkürlü idi. Dedi də yine, dedim məni başımı keçəndə əlimi ayağımı bağlayarsan. Çünki can şirin şeydir. Mən əl-ayaq çalaram, sənə mənə rəhmin gəlsin. Allahın əmrindən çıxmayırsan. Sonra gözlərimi bağlayarsan. Ona görə ki, gözlərimiz bir-birinə sataşar, ata-bala məhəbbəti əmrə gələr. Mən də Allahın əmrindən çıxarsan. Üçüncü də budur ki, məni zip eləyəndən sonra evə gedməyinə bu günü. Gecə gedir. Çünki sən o halda qanı içində evə getsən, anamın ürəyi patlayar. Gedməyəsən. Və mənə salamımı da anama çatdırarsan. Gör nə qədər istedad var idi bu təfəkkürdə, gəncdə bəlcəlməsinə. Amma burada Allah Taala rəhm elədi. Bu Allahın rəhmi idi. İnsanlara rəhmi idi. Ki razı olmadı insanın qanı tökülsün. Ona görə də Allah Taala göydən qoç göndərdi. Və bu Allahın öz bəndələrinə rəhməti idi. Necə ki o Kəvsər surəsində dedi ki, Fəsəlli Rəbbikə mənhər. Dedi ona Peyğəmbərə dedi ki, mövzu məlumdur da, inna əteyna kəl-Kəvsərdə. Dedi ki, sən namazını qıl, Fəsəlli Rəbbikə. Namazını qıl Rəbbin üçün. Vənhər, sonra dedi ki, qurban. Məsələ budur ki, namazı Allah üçün qıldırır, Allahın əmridir. Ancaq o qurban da Allahın işidir, əmridir. Ancaq onu Allahın bəndələri üçün paylayırıq axı onu biz. Neçə yerdə də Quranda gəlib ki, əqimus səlah və atuz zəkat. Namaz qılın, zəkat verin. Namazı Allaha görə qılır. Zəkat Allahın bəndəsidir. Allah Taala deyir, məni, bu ürfanda da bu var, məni tanıdın, bir bildin, ürfanın mənasının biri də budur. Amma mənim bəndələrimin hörmətini saxlayın. Xidmətində, Həzrət Əli Əleyhisselam buyurur ki, bəndəki xudabəndi xidmət və xalq. Allah bütün əməllərdə özünə aid, insana özünə mənsub bu əməllərdə eləyib ki, mənim Ramazan ayında bir ay oruç tuturur, deyib fitrəni bayram gün çatdı, sonra gəlir namazı qılmaya. Öz bəndələrini ümdəyə salır, qabağa salır. Bax, burada da, yəni bu məqamlar, bu nöqtələr xüsusilə qeyd olunur, toxunur. Toxunur, hamısına toxunur burada ki, Allah deyir ki, hətta ürfan Allah'a tanıma, Allahın bəndələrinin xidmətində olmayı. Həzrət Əli Əleyhisselam buyurur ki, bəndələrin xidmətində ol. Ancaq bəzi bəndələr var ki, islaha ehtiyacı var. Onları islah elə, sonra xidmətində ol. Birdən islah eləməzsən, o elə bilər ki, yaxşı iş görürsə, onun xidmətində xidmət edirsə ona. Bunların hamısının öz nüqtələri vardı. Və orada da Həzrət İbrahim Əleyhisselamın bariz həm Allahın rəhməti gəlir, həm Allahın öz bəndələrinə sevgisi və ondan əlavə də, həm də Həzrət İbrahim bu işi əncam verməkdən ötürü maneələr var idi axı. Məsələn, İblis öz işində idi. Şeytan gəldi, əvvəl anasına xəbər. O zaman ki, Həzrət İbrahim Əleyhisselam dedik, danışdı oğlu ilə, dedi ki, bəzi rivayətlərə görə anasına demədilər. Yəni, birdən deməyək, halı pis olar. Dedi ki, ziyafətə aparıram İsmaili. Xəbərlərdə belə gəlir də. Ziyafətə aparıram, demək olar ki, bezəndir onu. İndi bilirsiniz necədir? Ana qəlbi həssas olur axı. Deyir, qəlbdə belə bir ittisal var da, mənəvi ittisallar, mənəvi bağlılıqlar. Həzrət Yaqub Yusuf aparanda, Həzrət Yaqub Kənanda idi, Yusuf aparanda anasının məzarının yanına keçəndə karvanda əli qolu bağlı idi. Bildi ki, anasının məzarı buradadır, atdı özünü. Atdı yeri qəbrə, qaçdı qəbrə. Onun ardıyla gələn də qəddar adam idi. Qəbrin qabağında gəldi, onu qaldırdı, bir dənə sillə vurdu onu. Orada ona sillə vuranda Kənanda Yaqubun ürəyi sancdı. Dedilər ona, nə oldu? Dedi, kimsə Yusuf incidir. Yusuf kimsə, o ittisal ona deyirlər, bağlantı. İttisallar da mənəvi əlaqələr, bağlılıqlar.